gördük. Bu da sizinle birlikte 3. sınıf riyaziyyat iş defterinden sayfa 21 ve 22'de olan tapşırıkları həll edəcəyik. Başlamazdan önce kanalıma abone olmağı ve videomu beğendinizse beğen düğmesinden basmayı unutmayın. Gelin başlayaq. Artıq səhifə 21-deyik. Məsələ və misallar 1. Vurma əməlini yerinə yetir. 44 vurulsun 2 eləyir 88. Yazaq. 44 vurulsun 2 eləyir 88. 25 vurulsun 2 eləyir 50. 32 vurulsun 4 eləyir 128. 53 vurulsun 4 eləyir 212. 38 vurulsun 8 eləyir 304. 52 vurulsun 6 eləyir 312. 75 vurulsun 7 eləyir 525. 33 vurulsun 8 eləyir 264. 213 vurulsun 3 eləyir 639. 120 vurulsun 4 eləyir 480. 415 vurulsun 2 eləyir 830. 142 vurulsun 6 eləyir 852. 233 vurulsun 4 eləyir 932. Sonra 167 vurulsun 5 eləyir 835. 139 vurulsun 7 973. 973. 128 vurulsun 5 eləyir 640. 640. Keçək tapşırıq 2-yə. İkinci tapşırıqda deyir ki, vurğulardan birini açıq şəkildə göstərməklə və vurmanı paylamaq xassəsini istifadə etməklə hasili tap. 5 vurulsun 51. Aha. Yazaq 5 vurulsun, mötərizə 50 üstə gəl 1, mötərizə bağlandı, bərabərdir 250 üstə gəl 5, bərabərdir 255. Aha, 123 vurulsun 4, 123'ü açıq şəkildə göstərək, 100 üstə gəl 20 üstə gəl 3 vurulsun 4. Vurulsun 4 bərabərdir. Burada belədir. Aha. Vurulsun 4 400. 100'ü 4'e 400. Üste gel 80. Üste gel 4'ü 3'e vuranda neçə eləyir? 12. 12 bərabərdir neçə? 492. 492. Aha, 228 üstə gəl 3, vur 3. Burada 228 eləyək. 200 üstə gəl 20 üstə gəl 8. Mötərizə bağlandı, vurulsun 3. Bərabərdir 600. 200'ü 300'e 3'e 6. 20'ni 3'e 60. Üste gel. 60. 3'ü 3'e 9. Burada 8 olmalıydı. 8. 8'i 3'e 24. Beraberdir. Beraberdir 684. 684. Aha, 6 vurulsun 148 yazaq. 6 vurulsun 100. Üstə gəl 40. Üstə gəl 8. Aha, bərabərdir. Bərabər 600. Üstə gəl. Üstə gəl 200.
40 üstə gəl 48 bərabərdir 888. 88. Burada yani burada 888'di de. Aha 7 var olsun 131. Birinci 131'i açıq şəkildə göstərək, yazaq. 7 vurulsun. Mötərizəm 100 üstə gəl 30 üstə gəl 1. Mötərizə bağlandı. Bərabərdir. 700 çünki 710 görə yazırıq ki 7'ni 100'ə vuranda 700 üstə gəl 100'ü 7'ni 100'ə 30'u 7'ye 210 üstə gəlsin. Üstə gəl 210 üstə gəl 7'ni 1'ə 7 üstə gəl 7 bərabərdir. 917. 917. 9 vurulsun 74. 9 vur 70 üstə gəl 4 mötərizə bağlandı bərabərdir 630 üstə gəl 36 bərabərdir 36 666. Çetəy tapşırıq 3'ə. Vurmaya əsasən qanuna uyğunluq tap və növbəti 2 ədədi yaz. A. 2, 6, 18, 54. 2'ni 3'ə vuranda 6 edir. Deməli, burada 54'ü 3'ə vuracaq. Yazaq. 54 vurulsun. 54 vurulsun neçə? 3. Eləyir 162. Yazaq bura 162. Bir de 162'ni 3'ə vuracaq. Burada yazaq. 162 vurulsun neçə? 3. 162 vurulsun 3 eləyəcək 486. 486. Aha burada da yazaq 486. Sonra 8, 16, 32, 64. Bu nədir? 2, 2 gedir. 8'ə 16'ya. 8'i 2'yə vuranda 16 eləyir. Deməli yazırıq. 64 vurulsun. 2 eləyəcək 128. Sonra isə 128'i 2'yə vuracaq. Vurulsun neçə? 2. Burada yazacaq 2. 128 vurulsun 2 eləyəcək 256. Eləyəcək bu da. Burada 182'dir. 182. Yo burada düzdür. Düzdür. 256. Eləyir burada. Seçəyi tapşırıq 4'ə. Hesabla və müqayisə et. Mötərizə 28 üstə gəlir, üst mötərizə bağlandı, vurulsun 5. Aha, bunu eləyək. Burada 28 üstə gəl, 3 yazmaya ehtiyac yoxdur. Və eləyir 31, 31'i 5'ə vuraq. Vurulsun 5. Eləyəcək 155. Cavab 155. Burada yazaq. İndi isə 200 çıxılsın 14 vurulsun 6. Birinci bilirik ki həmişə vurmanı eləyirik birinci. Gəlin eləyək. 14 vurulsun. Neçə? 6.
14 vurulsun 6 eləyir 84. 84. İndi isə 284-ü çıxaq. Qalsın. 84. Eləyəcək 116. Burada da yazacağıq 116. 155 böyükdür 116-dan. 155 böyükdür 116-dan. Aha, sonra 4 vurulsun 112 çıxılsın 12 bölünsün 3. Birinci vurma əməliyyətini yetirək. 4-ü 112-yə vuraq. Yəni 112-ni 4-ə vursaq daha asan da olacaq. Çünki böyük ədədə, kiçik ədədə daha yaxşı. Yəni belə asan da olacaq da. Vurulsun 4. Eləyəcək 448. Sonra 12-ni 3-ə böləndə eləyir 4. 148-dən də 4 eləyir 444. Sonra 13 vurulsun 6-nı eləyir. Birinci vurdu 126 üstə gəl 13 vurulsun 6. Birinci vurmanı yerinə yetirək. 13 vurulsun 6. 13 vurulsun 6 eləyir 78. Sonra 126 üstə gəl 78 yaza bilərik. Üstə gəl 78. Eləyəcək 204. 444 böyükdür 204-dən. Aha, 718 çıxılsın. Mötərizə 32 üstə gəl 3. Mötərizə bağlanıb vurulsun 4. Aha. Eləyək. Birinci burada mötərizənin 2-dəkini eləyək. Eləyəcək 35. Asandır, bunları yazmağa ehtiyac yoxdur. Sonra nə edəcəyik? 35-i 4-ə vuracağıq. Çünki biz əməllərin sırasını keçmişik. Yəni birinci nə etməliyik? 35 vurulsun 4. 35 vurulsun 4 140. 140 eləyəcək. 718-dən də 140-ı çıxaq. 8 18 çıxılsın 140. 118 çıxılsın 140 eləyəcək 578. Yazaq 578. Burada da yazaq 578. Sonra isə 200 vurulsun 3 yazaq buradan. 200 vurulsun 3 eləyəcək 600. 600 böyükdür 578-dən. Keçək tapşırıq 5-ə. A bərabərdir 4, A bərabərdir 5, A bərabərdir 7 olduqda 136 vurulsun. A ifadəsinin qiymətini tap bizə verib belə. Birinci yazaq burada 136 vurulsun 4. 136 vurulsun 4. Bu bərabərdir. Birinci biz istəyirsiniz burada yazaq. Belə hesablayaq. 136 vurulsun 4. Eləyəcək 544. Aha, yazaq burada. 136 vurulsun 4 bərabərdir 544.
Sonra 136 vurulsun 5. 136 vur 5. Eləyəcək 680. Yazaq burada da. 136 vurulsun 5. Eləyə 136 vurulsun 5 eləyəcək 680. Sonra 136 vurulsun 7. 136 vurulsun neçə? 7. 136'nı 7'ye vurduqda eləyir 952. 36 vurulsun 7 eləyəcək 952. Aha. Keçək səhifə 22-yə. Pozulmuş rəqəmləri bərpa et. 7 vurulsun 4 bərabərdir 288. Aha, burada olmalıdır 2. Çünki 8 4'ə böldükdə eləyir 2. Yəni 2-ni 4'ə vuranda da 8 eləyir. Bir də olacaq 1. Çünki 1'i 5'ə vurduqda. Yəni burada olacaq 1. 2'li 5'ə vuranda eləyəcək 10. 0 yazırıq 1 yadda. 30 vurulsun 2 16. Burada olacaq 8. Burada olacaq 600. Yəni 616. 6. Sonra 2 vurulsun 3 96. Burada olmalıdır 32. 32 deyəndə yəni burada 3, burada da 2. 2'ni 3'ə 6 eləyir. 2 3'ə 6. Sonra 9'u 4'ə 50. Aha, birinci 9'u 4'ə vurub eləyib 36. Sonra isə burada da olmalıdır 8. Sonra 14 vurulsun 7 68. Burada olmalıdır 124 vurulsun 7 eləyəcək 868. 7. Əvvəl bərabərliyin sağ tərəfindəki ifadənin qiymətini tap, sonra isə təlliyi həll et. Aha, tapaq. Birinci neynəyəcək? Birinci, burada deyir ki, ifadənin sağ tərəfindəki, yəni 58 vurulsun 7. Çünki cavabı bilməsək, tənliyi də əldə eləyə bilməyəcəyik. 406. Yazaq burada. X üstə gəl. 106 bərabərdir 406. 406 x bərabərdir 406 çıxılsın neçə 106. X bərabərdir neçə? 406'dan 106'nı çıxanda qalır 300. Sonra burada da eyni şəkildə birinci 126'nı 4'ə vuracağıq. Vurulsun 4. 126 vurulsun 4 eləyəcək 504. Aha. Yazaq A çıxılsın buradan. Aha. A çıxılsın 396 bərabərdir. Neçə elədi? 504.
Sonra A bərabərdir 504. 504 üstə gəl 396. 396 A bərabərdir 900. Keçək tapşırıq 8-ə. Uyğun ədədləri tap. A. Kartları yanaşı qoymaqla alınan ən böyük 3 rəqəmli ədəddə 2 dəfə böyük ədəd. Ən böyük rəqəmli ədəd nədir burada? 432. Baxaq. Baxın bura. 432 ən böyük bu ola bilər. Deməli 432-ni 2-yə vuracağıq. Vurulsun. 2 eləyəcək. Bəlkə də belə yazaq. Yerləşməyəcək. 432 vurulsun 2 bərabərdir 864. Burada yazaq 864. Aha, B. Kartları yanaşı qoymaqla alınan ən kiçik 3 rəqəmli ədəddən 4 dəfə böyük ədəd. Ən kiçik ədəd nədir? 203-dür, baxın. 203. 203-ü 4-ə vuraq. Vurulsun 4 bərabərdir. 203 vurulsun 4, 812 eləyir. Cavab 812. Keçək tapşırıq 9-a. Paltaryuyan maşın soyuducudan neçə manat ucuzdur? Paltaryuyan maşının manatla qiyməti ən böyük 2 rəqəmli cüt ədəddən 6 dəfə çoxdur. Soyuducunun manatla qiyməti yüzlükləri 2 olan ən böyük 3 rəqəmli ədəddən 3 dəfə çoxdur. Deməli, paltaryuyan maşının manatla qiyməti ən böyük 2 rəqəmli cüt ədəddir. Ən böyük 2 rəqəmli cüt ədəd 98. Deməli 98-i 6-ya vuracağıq. 8 vurulsun. Burada 98. 98 vurulsun 6. 98 6-ya vuranda eləyir 588. Sonra deyir ki, soyuducunun manatla qiyməti yüzlükləri 2 olan ən böyük 3 rəqəmli ədəddən 3 dəfə çoxdur. Deməli, 299-u buradan yazaq. Nə bulundu? 299-u vuracağıq 3-ə. Eləyəcək 897. Sonra isə deyirdi burada, paltaryuyan maşın soyuducudan neçə manat ucuzdur? 500, yəni 897-dən. Çıxacaq. Neçəni? 588-i. Eləyəcək. Neçə? 309. Cavab 309. Keçək tapşırıq neçəyə? 10-a. Lalə kiçik hədiyyə qutusunu bağlamaq üçün 47 sm işlətdi. O orta qutuya bundan 2 dəfə çox, böyük qutuya isə orta qutuda 2 dəfə çox lent istifadə etdi. O böyük qutuya kiçik qutudan neçə santimetr çox lent istifadə etdi? Lalə 3 qutuya birlikdə neçə santimetr lent istifadə etdi? Əvvəlcə Lalənin 5 metr lenti var idi. Onun neçə santimetr lenti qaldı? Aha, deməli eləyəcək. Birinci 42-ni, 47-ni 2-yə vuracaq. Deyir ki, o ortaya 2 dəfə çox, böyük qutuya isə yəni 2 dənə vuracaq.
Burada 47'ni buradakı 2'yə vuracağıq. Son 2 eləyəcək neçə? 94. İndi isə buradakı 2-ni 94-ə vuracağıq. 94'ü 2'yə 188 eləyir. İndi də deyir ki, burada yazaq 100. Burada hələ keçlə yazmayaq. Sonra dan 188'dən 47'sini çıxacaq. Yazaq. 188 xılsın 47. 108'dən 47 141. Aha, yəni bunun cavabı burada yaza bilər 141. Və ya burada da yaza bilər. Yəni burada 141 yazaq. Sonra isə deyir ki, Lalə 3 qutuya birlikdə neçə santimetrlə istifadə etdi. Deməli burada 188'in üstünə 97, üstünə də 47 gələcək. Bunun yanaşı da belə eləyə bilərik. 8 üstə gəl. 94 üstə gəl 47. Bərabərdir 329. Burada da yazaq 329. Sonra deyir ki, əvvəlcə Lalənin 5 metr lenti var idi. Onun neçə santimetr lenti qaldı? 5 metr, yəni burada deyir santimetrə, 5 metr 500 santimetrdir. Deməli 500-dən 329'u çıxacaq. Olsun. 329 bərabərdir 171. Cavab 171. Cavab 171. Belə dostlar, bu gün də sizə ev tapşırıqlarını yerinə yetirməkdə kömək etməyə çalışdım. Ümid edirəm ki, video ürəyiniz oldu. Əgər bəyəndinizsə, videonu bəyənməyi, paylaşmağı və kanalıma abunə olmağı unutmayın. Hələlik.